Hər vaxtınız xeyir dostlar. Son bir məlumatı sizlə bölüşmək istəyirəm. Belə ki, Yasamal rayonunun Birəli Seyidov küçəsində yerləşən çox mərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə bağlı artıq bir nəfər həbs edilib. O, klinika müdiridir. Belə ki, binanın zirzəmi qatında və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektinin müqavilə əsasında icarəyə götürmüş Loftent klinikasının direktoru Paşev Bəhruz Sahiboğlu Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində istintaqa aparılan cinayət üzrə şübhəli şəxs qismində tutulub. Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib. Bildirib ki, əlavə məlumat veriləcək. Qeyd edək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Arzu Qəmbərli Əli qızı, 1983-cü il təvəllüdlü Məhəmmədov Samir Kamaloğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.